Salam hörmətli tamaşaçılar, ümid davala edirik ki işləriniz qaydasındadır. Bugün biz Çempionlar Liqasının sonuncu turunu müzakirə edəcəyik və burada mən tək deyiləm, mənimlə olan Barcelona'nın skautları izləyirlər onları, çünki onların burunları ofsayd xəttini çox pis pozur. Sağ tərəfdəki MC özünü təqdim eləmir, çünki mən təqdim eləyirəm. Ləzgi Əbdül, çünki hər futbol podkastında bir ləzgi lazımdır deyənə onu götürmüşük. Sol tərəfdəki oğlan deməli, xətibə deyildi, baxışdı bura. Bavariya maşın zavodunun deməli müdür müavini kimi çalışan Fərman bəydir. Hamını salamlayıram. Və bundan əlavə olaraq təkcə burada səhnə arxasında da bizdə əziyyət çəkənlərimiz var. Səs rejissorumuz Arsenal fanatı, Arsenal maşın qayırma zavodunun rəisi Əbdül deyil, Abakardı. Türkiyə xalqları. Necəsiz uşaqlar? Mən niyə başladım danışmağa? Çünki etdiyimiz dualar, verdiyimiz nəzirlər yerinə yetdi. Juventus. Şimalda. Yenə də yox da Murat. Mən gözləyirəm. Pingvinlər aşağıdadır. Ağ ayların içindən keçdi və mənim stavkam gəldi. Stavkam isə Juventus xahiş edirəm ud idi. O da ki 90 plusda Allah Mirettinin ömründən kəsib həmin Kənan Yıldıza versin ki, Kənan Yıldız nəsə elədi. Ona görə mən sevincliyəm. Mən bu gün qaqa, mənim bu gün saxlama olar. Olar, baxır neçə. İndi məsələ o ibarətdir ki, bəli, Juventus nəhayət utdu. Niyə də yox, mən gözləyirdim. Bax, çünki Xoti demişdim ki, Bodaqlıyım tutacaq, amma nəyəsə, biz o Juventusa, o möhtəşəm komandaya, möhtəşəm qarşılaşmaya və möhtəşəm eliminə Möhtəşəm yüzyıla. Möhtəşəm yüzyıla. İlk öncə mən fürsətdən istifadə edərək, artıq başa düşürsünüz ki, 50 saniyə içində 60 dəfə öskürdüm, üstünü düzəldib şey də elə bilərdim, nəysə. İndi məsələ ondan ibarət ki, mən xəstəyəm, üzr istəyəm hamımızdan, sizdən üzr istəmirəm. Real fanatı, xəstə olmasan da. Real fanatı, ilk öncə mən Türkiyə millisinə fanatıyam, ondan sonra Realın böyle, başa düşürəm, Madridistayıq, yəni Realın hər forması gözəldir və s. Amma bundan daha konçudur Real forması yoxdur da yəni. Konkret olaraq yoxdur. Arkasında bir dənə plus. Bu lesbiyankalar giyinir, Bu Allah dostu, yəni bir plus ola bilərdi formal, arxasında işte yazması, orada Formalito yazın. O dərəcəyə daha zibildir. Şokolad adını oxuyur. Şokolad adını. Bilgiski. Ştuşlu Formalitovuz var sizdə. Bakkuş yoxdur, Formalito var zaten. Ştuşlu Formalito verəm. Nəysə də Çempionlar Liqasının sonuncu turu. Bəli. Dərhal keçirik Galatasaray Saint-Julias oyununun təxminlərimizə. Allah kəssin belə təxminləri. Day şot satdım ya. Allah haqqı. Heç restorana gedəndə də şot deməyək. Qoy başqası ödəsin bura. Biz niyə deyirik? Biz nəzərinizə çatdırırıq ki, hələ də bizim vasitəmizlə, bizim dediyimiz şotları tərsdə yazaraq nəsə qazana bilərsiniz, amma bu artıq problemimizdir. Bəli. Başlayın. Bir gün biz bu verilişə gəlməyə də bilərik, çünki bizi basıb döyə bilərlər. Yəni bizə qulaq asıb stavka yazanlar. Galatasaray Saint-Julias'a mən 4-1 dedim, çünki Saint-Julias hər oyun 4 dənə buraxırdı. Bir tərəfini tapdım, biri. 0-1 qutardı da. 0-1. Hə, biri tapdım, 4-ü bir balaca. Səhv eləmirəmsə mən 3-0 ya 3-1 demişdim. Mən səhv eləmirəm, mən 3-2 demişdim sadəcə. Hə, mən 3-1 dedim, sən 3-1 dedin. Mən sizə demişdim. Sən səhv eləməyən bu verilişə gəlməkdi. Nə olardı? Mən demişdim sizə ki, Galatasaray bu непонятный, не то что bu konçudur, amma biraz futbol oynamaq bacaran klublardan bacarmırlar. Ya problem də ki, o deyil də axı. Deyilmi? 5 dənə əsas oyunçusu yox idi. İşte. Azdır. Galatasaray Saint-Julias'ı 5 dənə. No Saint-Julias da yaxşı da. Ona görə Ada baxır Saint-Julias da. Onun sevdiyi Cüpələr Liqasıdır, çempionudur Saint-Julias. USC, PSG xalası oldu. Galatasarayın əvəz etməsindən 19 yaşlı uşaqlar daxil oldu oyuna. Hansı ki günorta gənclər arasında çempionlar asfaltda oyunçu tapa bilmirsən, nə? Götürüblər. Qaqaş girdi 15 dəqiqə sonra adı yadından çıxdı. Səhvim qırmızı da aldı üstəlik. Kim? Galatasaray yoxsa Saint-Julias? Hə, onu başlayırsan. Tamam. Heç nə, yəni yoxdur. Düzdür. Bunlarda hələm Gündoğan əvvəldə sarı aldı. Bütün komandalar Taşkent Saint-Julias oynayırdı da bütün oyunda. Oynadı. Sarıdan sonra risk eləyə bilmirdi. Çünki Saint-Julias
bildiğin pressing eləyirdi. Bütün hər şeydə onun tərəfindən oynayırdı ki, çalışırdı ki, o qırmızı alsın. Amma ki, yenə də Qalatasaray deyim də sən 90 dəqiqə ərzində 2 momenti yadımda qaldı. O da birinci hissədə Icardi əyri vurdu. Bir də Sara kəlləli ikinci hissədə qapıcı çıxartdı. Yəni belə Heç pozisiyon hücumlar idi də. Sən deyən belə eləyə də bilmir. İkinci hissədə Qalatasaray mərkəzi keçə bilmirdi. belə bir abu-hava yaranır ki, Qalatasaray deyir ki, "Ay Liverpoolda burada seryoz olmalısan, burada oyna." Bu bislər gələndə Eintracht'dır da, Saint-Julias'dır deyəndə elə bil ki, bir bal özlərini buraxırlar, bir qolları da buraxırlar yataqdan. Saint-Julias'ın axırıncı şansı idi. 3 xal mütləq qazanmalı idi. Mən səhərdən Qalatasaray axtarıram bu liqa mərhələsində. Akasa 24-25-dəmi? Və də bollar hardadılar ola. Galatasaray 14-cü yerdə, Galatasaray 9 Türkiyədə. xala var. Biri başa düşür Türkiyədə. Qalatasarayın bundan sonra 3 oyunu qalır. Biri City-dir, səfərdə axırıncı oyun. City. Sonra City-dən başqa səhv eləmirəmsə Atletico Madrid-dir səfərdə. Monaco, bura basıb şurada. Monaco səfərdir. Kazino oynamağa gedir. Atletico evdir. Və City səfərdir. Ən yaxşı halda, nə bilim, Allah köməkləri Yox, olsun. 24-lükdə məncə. Yox, olmalıdır. Əslində olmalıdır, Onu 9 xal var da. previewdə danışarıq Yox, da. ümumiyyətlə də şansları. Bilməmi etdiyimiz təxminlərin üstünü örtbas eləməyirsə 4-1, 3-1, 3-0, 0-1 qutarırıq. Yaxşı, biz Qalatasaraya oralara sunuyoruz. Sadəcə indi Fərmana görə Fərmana hörmət əlaməti olan Saint-Julias qələbə qazandı. Fərman biz buradayıq. Partlayış. Partlayış. O dəfə mən onları təhqir elədim. Sən də dedin ki, bir dənə azərkeşləri var. Səni nə təhqir edəcəklər. Acığa da bir qol vurdular, utdular. O bir azərkeşin. Ya ondan asılıdır da. Bəli, bəli. Saint-Julias da Bordeaux orası olan görsən. Gəl keçək növbəti oyunu. Növbəti oyun Napoli Qarabağ oyunu. Sizə bir sual verəcəm. Diego Armando Maradona adına olan Diego Armando Maradona adına Dövlət Respublika stadionunda keçirilmiş oyunda Qarabağ xal itirdi. Bir dənə sual verəcəm ki, o niyə orada penal verdi? Allah haqqı, mən indiyənə qədər o sualı verirəm ki, orada harda idi də penaltidə? De Laurentiis özü deyir ki, penalti, mən fikirləşdim ki, bəlkə Napolinin qapısına penaltidir. Yəni o tərəfə vəbsə mümkünsüz. Üzündən, Yankovicin üzündən vurdular. Allah haqqı. İndi yıxıldı, sıçradı, yıxıldı, ayağında dəydi. Yaxşı, bu ondan da bir 5 dəqiqə, 10 dəqiqə sonra eyni epizod oldu. Napoli qapısı tərəfdə də kimin üzündən, kimisə üzündən vurdular. De Laurentiis səhv etmirəmsə. Ayso, hə. Orada ştraf saxladı. Ayso orada ştraf. İndi burada çıxır ki, ikili tərəfdir də. İndi yaxşı da qapıçının da yanından çıxdı. Orada Kohalski'dəki həyatının oyunun keçdi sadəcə. Həyatının oyunun keçdi. Və Çempionlar Liqasının icmalında 3 dənə seyv, ilk 3 seyv sırf Kohalski'nin seyvi idi. Halaldır Kohalski'yə. Məncə ligadan sonra Qarabağı satdacağı 2 oyunçu bəllidir. Yağmur Aldıradı və Kohalski. Kohalski onsuz da istəyirdilər. Bəhlul da qəşəng oynadı. Bəhlulun burası bir dənə səhvə olması idi, yaxşı oynadı. Medina itkisi çox böyük bir. Hə, ondan sonra elə bil ki, bir komanda biraz büdürədi müdafiədə. Yəni skamyakamız yoxdur da. Yankovicin avtoqolu belə baxanda komanda gözəl oynadı. Yox, yaxşı oynadı. Napoliyə qarşı çox yaxşı oynadı. Sadəcə o 2 dənə Nilep gol deyək də oldu. Biri Musbahludan getdi qapıya, Kohalski çıxartdı, Davavka vurdu. Bir dənə də avtoqol və oyunun axırında Addayi da etməkdən, Akaniyetdən blində aldı. Addaysan da al, verdi o pası. Mən baxdığım yerdən bəlkə bütün 100 nəfər qışqırdı ki, o pası ver. Bir dənə başın qalsıb sağa baxmaq ki, qardaş orada koridor yox, Stalovdur bu boyda. Versin. Biz qəbul almalıyıq ki, əslində Napoli ikinci hissədə daha yaxşı oynadı. Yox, 100 var, 2-0-acan. Bu da necə oldu? Conte ilk hissədə 5 müdafiəçi oynadı. Gördük ki, vəziyyət yaxşıdır, bunlar keçə bilmirlər. Dostlar, 0-0 oynamaq, məsəl üçün Conte üçün Qarabağda 0-0 oynamaq xoş deyil məsəl üçün. Ki, Qarabağdan outsiderdir, plus məndən də yuxarıdadır liqa mərhələsində. İşlər də yaxşı getmir. İşlər yaxşı getmir. Çempionlar Liqasında hər kəs deyir ki, Conte beləsən, eləsən, amma komanda beynəlxalq fasilədən qaynanan yaxşıdır. Amma ki, çətinliyi yoxdur da. Çətinliyi udmalıdır. Qarabağ heç bir oyunçusu, bir dənə oyunçusunu tanımıram Qarabağın kimsəcə, bəlkə Neymandan başqa, onu bəlkə fikir versəm o da eləyir. İtirir, amma qaçır topu dalınca. Onun hesabına Qarabağ bir Avropa oynayır. Qardaş Nəriman asfarda oynamalıdır. Qarabağ səviyyəsində oyunçu deyil o. Elə ona görə dedim ki, istisna bəlkə Nəriman. Bir dənə izçi oldu. Qalan hamısı Yazda bir dənə Tahir Gözələ bir dənə mail yaz da sən də.
yazacağam. Yaz. Mən canlı Nə olub? gol temasını demirəm. Onlar Lubov futbolçusu Leandro Alda qabaqdadır. Zubir də qabaqda oynayır da. Hücumda çoxala bilmirdilər. Fikir Hücum- verin. Ola bildilər, Hücum- ilk qaçmırlar. İtirəndən sonra qaçmırlar məlumat olurlar. Qalları qaçır. Zubir çox yaxşı oyunçu idi. Niyə görə? Qardaş, Biraz 33 yaşı var. İstəmirəm. Bas evirdə o. Lap yaxşı, indi o ki hər şey başa düşürük qardaş, amma ki o belə deyək də faydanı verə bilmir. Faydanı Bəlkə də əvəz edicisi yoxdur. Fintlərini hamı oxuyur. Biraz belə предсказуемо olur. Biraz təzə nəsil lazımdır Qarabağa. Yavaş-yavaş. Ya da ki Zubiri 70-də, 80-də Mən də oyunun buraxasan, axırdan buraxasan hələ tip da. oyunçular baş ağrısı eləyə bilərlər. Yəni Ümumiyyətcə mən Qarabağın belə təxminim 1-1 idi. Mən fikir verdim ki, mən hava ki Qarabağ 1-1 dedim. Qarabağ gəldi uduzdu. Allah. Amma harda uduzmağın deyirdimsə gəlib udurdu. Bəlkə Qarabağ daşlı bu qol. sən indi göz qaytarırdın da neçə vaxt. Ola bilərdi, amma bir dənə Kopenhagen qələbə dedim Qarabağ, onda gəldi uduzdu. Ada izvini də Kopenhagendə Hə, olmuyor. bağışla. Napoli Qarabağa mən Qarabağ qələbə demişdim 2-1 amma Qarabağ 3-0 demişəm. Axıra qədər də belə gedəcəm. Yəni. Gələn tur inşallah olacaq. Kimdən? Ajaxın Ajax özü. Ajax özdə bu arada ilk komandadır ki, artıq 100% play-offa düşməyəcək. Oy oy oy. 100%. Oy oy. Ajax görə günlərə qaldı. Mən Mayer salamlarımı bildiririk sənə. Allah kömək. Ten Hag nə oldu? Gəlirdi ora. Gəlməyib hələ. Gəlmədi. Yox, qoy gəlməsin. Qoy Qarabağın oyunu oynasınlar. Gəlib neyniyəcək? Prinsipə o da var. Ten Hagdır da. Camaat Ay, 1 sağ ol. milyard xərcləyir, gəlsin 2-2 oynasın Tofiqdə. Yəni Kim? Uşaq gəl keçək növbəti blokumuzda. Növbəti blokumuz. İnanmayacaqsınız. Juventusun qələbəsi Bodo Glimt azarkeşiləri deyil, çünki azarkeşdir. Azər kişi. Aysa gözləntiləriniz gəlmədi. Niyə mən 2-1 qələbə demişdim? Azarkeşin deyirəm də Bodo Glimt azarkeş. Yox, mənə baxıb dedin gözlər. Sən də kontində bir dənə böyük gezat tapırsan, nə? Yəni No mən kimi uduzur. bu gördün tutursan, amma bu dəfə Bodo Glimtdən nəsə götür. Barsu öz oyunu da pisdir. Barsan kiçiyimiz. Hə. Varam da arxasında. Bodo Glimt deməli Juventus oyunu. Yenə də Spalletti, nə bilim, verin də mənə lisenziya, gedim Spallettinin yerində oturum da. Yəni hücumda Qardaş nə dedi ki? Opendanı qoyursan, Closing. hansı ki, aysa Closendanı qoyursan ki, 9 nömrə oynasın və arxasında Mirettini qoyursan, Disatka. Mirətdir də. Aysa Mirette ol da burdan da, yəni ondan da arxada Azic'i qoyur. Azic'i sastavda görəndə sevindim ki, Gol vurmuşdu itərə. Aysa, Azic'i sastavda gördüm sevindim. Dinən niyə? Ki vəziyyət pis olanda bunu uca buraxamayacaqlar. Zaten Bundan o tərəfə dayara uzur. yəni gəlin də Juventus, nə bilim, çox pis Amma oynadı. ki, əsas nəticə idi də. Onun da Kənan Yıldızın hesabına oldu. Yəni bir mənalı şəkildə. Orada belə deyək, oyundan çox nəticə lazım idi Juventusa. Çünki qələbəsi yox idi. Bilirəm oyuna baxmadınız. Təqribi baxmışam. Birinci qola baxsaydınız, yəni top düşür Bodo Glimt'in oyunçusunun qabağına. Miretti dayanıb qabağında getmir üstünə. А это всё происходит в штрафной, да? 0-0 idi. Aysa 0-0 top düşür bunun qabağına. Miretti də belə dayanıb. Gol yazmışdı. Ola bilər. Qardaş, o biz abiyot padvaz yazmış. Bayış hələ ki motivator funksiyasını daşıyır. Miretti gələn verilişdə gələcək də biz də təxmin eləmək. Amma ki Elvin təbrik edirik Çox birinci sağ ol. qələbə ilə. 24-yə daxil oldunuz da hayat. İnşallah Çox sağ ol. 8-i demirəm də, amma 16-da 1-ə çıxarsın. Növbəti qələmimiz bir 4 oyundan sonra olacaq. Yox, bundan sonra kimlə Əsas oynayırlar? PSV düşməsin də, PSV düşməsin. PSV, hə, PSV bunlar. Təxminlərinizi deyərdiniz. Təxminən 2-1 Juventus qələbə. O Paçti. evdə pafosla oynayır. Bir ədəd oğlan var idi Bodo Glimt'in qələbəsini sıxırdı. Məncə ona oğlan demək olmaz. 2 dənə o aşı oğlan var idi. Mənim təxminim gəldi də Juventus xahiş edirəm qələbə oldu. Yəni 90+3-də güzbala ilə vurmaq Girirsən elə hansı xahiş. kontora nə yazacaqsan? Xahiş edirəm Juventus ud. Elə də yazır Yanında da göndər. mənim şəklimdə Elvinin stavkası. Yox, mən yeganə oğlan deyildim ki, Bodo Glimt'in qələbəsini sıxırdı bizim ölkədə. Gözəl, yəni gözəl ölkəmizdə, şəhərimizdə məndən yəni hətta. Norvegiya vizasını sıxan adamlardır. Necə qardaşım. Mən Bodo Glimt 2-1 demişdim. Əslində elə fikirləşdim ki, mən düz dedim hansısa məqama qədər. Akası sonra elə bir düzəltdi ki, 2-1 Juventus durdu oyun vaxtı. Yəni oyun vaxtı da hesabı düzgün tutmadım. Ona görə də ayıb olsun mənə. Bodo Glimt ayaqsı yolu getməyi üzlədi. Amma Juventus görsə yavaş-yavaş. Biraz sonra pafoslu yeyir. İbrahim yavaş-yavaş. Görək də, görək. Bala, yəni. Ümid edirəm Pafos xal itirər orada. Olympiakos Real. Burada mən sevincliyəm. Çünki yeganə təxmindir ki, uyğun gəlməsə də yaxınlaşdı da biraz da yəni. 2-3.
Real. Hə. Mən 1-4 demişdim. 4-ü düz tapmışdım. 4-ü düz Amma tapmışdım. mən burada deyirəm ki, şeydir, Real inanmıram çox. Olducu. Deyirəm biraz çətin olacaq. Ya çətin Daha olacaq. bir bağışda Dedim, gol da- vurdu. Qolu da minnətlə yaxşı da. Ona görə Yox. demək ki 4-1 yazıb 4-0 Amma ki belə deyək, müdafiəsində inanılmaz problem var idi. Sol cinah müdafiəsi mərkəzdə oynayırdı. Ben olsa 0-2 dedim. Ben Tabqovda. eğer Real'ın normal müdafiəsi olsaydı elə 0-2 doktoran diyeceğim. Məncə də. Ya da 3-0, 3-1 falan. Ama ben komandaya deneyeceğim bir şey yoktu. Artık dediğim gibi yani komanda bildiğin yani Fran Garcia'nı bırakırıq ki 60'da ki müdafiəni düzəldirsin. O Fran Garcia ki, ayağında Come on, saxlaya acıcı bilmir. buraxırıq biz. Yoxsa az bıraxsa və illərdir bu vəziyyətdədir. Mən öyrəşməmişəm hələ Tuvay. ki o vəziyyətə. Oy, qəşəng. Amma ki Biz illərdir acıcı buraxmırdıq valla. Arendalarda sülənirdi o 3-4 il. Bu da alimdə sürərdə gəldi qayıtdı. Ne var Rayo Vallecano'da Atletico gol vurub uzaqdan gətirdilər. 3 oyundan sonra Real axırki qələbəsini qazandı. Və Hə. xal ehtiyatla 15-ə çatdıraraq 5-ci yerə qalxdı. Əsas 15 deyirəm, üzr istəyirəm, 12. Əsas Realın mənəvi problemləri əslində 2 oyuna 5 gol buraxıb da, hə? 2 oyuna 5 gol buraxmaq. Axırıncı olub belə bir şey. Ay niyə olmayıb? 5 buraxmamışıq. Bir oyun. Bir oyun. Yox, yəni bir oyunda 3 oyun 5 gol. Ha, Bir dəqiqə- easy. time-a eləyirik. Növbəti gol time-dadır. 1 dəqiqə mən fikirləşdim ki, hesab 5-0-da olacaq Olympiakos'un xeyrinə. Çünki normal belə sıxırdı Realı. Mencilbar pro sonrası məqamında deyir ki, ben niyə də pressing... So qaydın da var. Amma pressing niyə elə Olmadı, olmadı düzül. Müdafiədə Carreras oynayır mərkəzdə, Asensio yanında, Asensio'nun bu yaxınlarda babası ölüb, Allah rəhmət Allah eləsin. rəhmət. Bu da birbaşa təsiri vardı bizim müdafiə xəttində. Bir dənə mərkəz müdafiəçi nə olsun 23 yaşda. O da babası rəhmət getsə oyundan əvvəl. Bilirsən psixoloji vəziyyətə bax. Ya 65-də onu çıxardılar ki, şu an bir arxaya gedib, Fran Garcia gedib böyrə. Trent olsa müdafiəçi deyil. Mərhumu bastırmalıyıq. Gözdə oyunu qutarım gəl. Həqiqətən. Ondan qabaqda Camavinga deyirsiniz ki, ben Chouameni getdi müdafiə saldı. Dayandı kimsə oynayacaq yoxsa yox. Camavinga da yoxdu meydanda. O da əvəzləmişdi ondan qabaq. Yəni konkret baxanda oyun idi amma Amma əsas nəticədə hücumda daha güclüydük də. Ona görə bağışlıydı da. bir dənə də fakt var ki, Mbappe Çempionlar Liqasının ikinci ən tez hat-trickini elədi. Ən tez kateqoriyada elədi. Bəli, 7 dəqiqə 3 saniyə amma 7 yox, 6. Ondan əvvəl Mane Ona eləmişdi. yox, Salah eləmişdi. Mane. 6-3 deyəsən. 6-3. Bu gün oxumayasa Ay, 6, 13 idi, 12 idi eləmişdi. Ondan sonra 4-cü gol vurdu Mbappe və Sonra o bombardier də iyi. Bombardier 9 gol var. Ən yaxın izləyicisi Asipkiyə də 6 golun. Asimdən də Holland kim bu tur gol vurmadı. Poker elədi amma biz hamımız bildik, yəni yaxşı söhbət olmadı yəni. Poker xarabdır. Hocam burada belə deyək, təxminlər məndə 4-1 idi, səndə 3-2, səndə 2-0 idi Real qələbəsi. Prinsipən Realın qələbəsi. Amma Olympiakosa göstərdiyi oyuna görə halaldır. Adamlar bu oyuna qədər 40 gol uduz vurdu öz meydanında. Yəni Tarimi orada oynayır. Taremi ligində əfsanəmiz. Oyunda bildim ki, oyunda gördüm ki, Taremi Akası oynayır, iyi gol da vurdu əlinə. Nəyəsə görə sırf burada Tottenham var deyə də bu orta Olar, noktadır. oradan olar bu oyunu keçək. Bu utanıram. Məsələn Totuş. Mən elə yazmışam Totuş. Çünki həqiqətən nəsə alsaq deyək, 6-3 qutardı, onu da 4 burax. 10 gol buraxan komanda, biz deyir Real 5 gol buraxdı. Totuş 10 da gol buraxır. Həqiqətən Totuşdur da. Ondan əvvəl Tenis oynayırlar, onlar set oldu qutardı. Ha? 6-3. Mən dostum deyir ki 5-3. 5-3. Ha, Ha, 5-3. Totuş deyildi. 6-cını saymadılar yəni. saymadılar. Prosta. Dostum deyir ki Tottenham uduzmayacaq. Mən də Tottenham heç gol vurmayacaq. Uduzmayacaq. Allah gol vurmayacaq. Bir də gördüm 5-3. Allah Tottenham oyuna çıxmayacaq. yazından. Vitinha da Brat, mən vəhşi belə deyim də, sən elə deyəndə ki, Bavariya çempion ola bilər, mən deyirəm ki, PSG 200 dəfə çempion olacaq. Adamların yarım müdafiəsində hər oyun bir yarım müdafiəçi xətrik edir qardaş. Keçən dəfə Neymar eləmişdi xətrik. Sonra getdi arsız. Portuqaliyada da xətrik elədi. Apornik sənə sən xiyar. Dayan yarım müdafiəçisi. indi Vitinha elədi. Növbəti turda Ruizdən Fabian Ruiz eləməlidir. Fabian Ruizin xətrikinə gələn turda gözləyirdi. Yaxşı olur. Amma PSG əslində PSG müdafiəsi ürək açan deyil. Hakimi olmamağı, nə bilim, ikinci qolu yəqin gördünüzdə qapıcı Dannarumanı satıb Şevalyeyin gətirmək. Onlarsa saf olub imkan versin. Vallahi da Özümə. Şevalye heç də. Nasıl Totuşmalıdır? Onların Tottenham'ın azarkeşlər səbri həqiqətən yəni yüksək. Oradan da Totuş üzr istəyirəm Totuş fanatlarından. Yəni müdafiə o qədər pis gündür ki, Totuş səni 3-dən vurur da yəni. Müdafiə doğrudan pis. Totuşda hücum pis deyil. Yox, hücumu Pis deyil, olmasa da müdafiəsi Toşun oyunlarına baxırsan, yəni Baxıram, axırıncı oyuna 3-dən gol vurub.
Vurub məncə. Bu sezon mən yadımda deyil. Mənim də yadımda yox. Yəni güclə Villarreal onlar 1-0 uduzub. bu da bir Real tek. 5 uduzub, hə. Bir turda da. Hələ demək istəyirəm ki, Villarreal bir gol buraxıb. Yəni onlar gol vurmaqda çətinlik çorluq çəkir. çəkir. Reis Kapika ilə 4-0 udublar. Oy, Ay, yaxşı da. Kopenhagen axı şeylər. Everton'a 3 dənə bura. Hal-hazırda 2 dənə Hepsi. favorit var da, Kopenhagenlə Arsenal. Qardaşım 24 sentyabrda Doncaster. 24 sentyabr Doncaster alın. Xəstəlik yadına oxşuyur da Doncaster. West Ham 3. Ayağımda Doncaster çıxır mən. West Ham 3, Burnley 3. Bura. Kimə bacarır üstü vurur da. Ne istəyirsən Arsenal Qardaş, elə klublar adını çəkdin ki, fərdi sahibkarlar onların yanında hörmətli Sönür. deyir. Fərdi sahibkarlar çıxacaq. Kiçik orta səhifkarlı özdə. O üçün PSG uğurlar. Uğurlar zat istəmirəm. Uğur da lazımdır Uğurlar o. var, niyə uğurlar olsun? Amma dediyiniz doğrusa qaydacada play-off bilirsiniz. Qayıtsınlar, təki. Tutuşa isə səbir deyirik. Bəlkə növbəti oyuna keçməyək. Nədir ki? Man City Leverkusen-də yəni bizim bir də təxminlərimizə baxdıq xahiş edirəm. Oyna, bu da təxmin Allah. Adamın Təxmin Xəlilzadə deyir Uduzmaq özümüzdə. olar. Mən başa düşürəm. Hər bir komanda passayan uda bilməz də. Uduzmaq olar. Ulan pasları udmurlar axı. Yox, edər yarıda. Nə bilim 2-0-da yoxdur öz meydançanda. Hə də yəni. Hatta bir gol vur da. Cəmaatın kuponları yandı. Bəli, Fərman gol girmişdi bu oyuna. Başda yenə mənim Rubekam. Qardaş, mən Fantasy-də Hollandı çıxartdım. Grimaldo saldım. Qardaş, gördüm start heyətə deyil Holland. Dedim, bana bunlar başlı buraxırlar. İkinci heyət buraxıb Grimaldo gol vurdu. İkinci heyət Time başlayan kimi buraxdı hamısını. Time başlayan kimi hamısı girdi. Bu arada Fantasy-də bu həftə hücumda məndə Kane Holland idi. Oyda 109 xalqdır bu həftə. Bax belə sağ ol. Bəhlul Zaşda idi. Bəhlul normal verərdi də. Yox, ayda öz qapısına vurdu. Vurmadı öz qapısına. Yaxı pas verir, assist Hə, elədi. assist elədi. Amma ki City Amma yaxşı oynayırdı Bəhlul. City Newcastle-dan sonra deyəsən bir şapalaq dəydi onlara. Doğru. Bir dənə Arsenal faktı demiş ki, hələ hər şey qabağdadır. 3 tur var, plus play-off var. Elə yox, gözlərimi yumsara. Əsas odur ki, Realla. Come on Arsenal. əsas odur ki, statistik, o Champions oyunu göstərməkdir brat. O da Arsenalda var. Ki o da danışılacaq, City-də yoxdur brat. City növbəti turda gəlib Bernabeu oyunu. Ki mən də burada normal, yəni cırışma gözləyirəm. 0-0. İki qeyri-stabil komanda. Ay şey, Real'ın başına taş düşdü. City elə də qeyri-stabil deyil axı. City Real'a baxar. Bu oyuna prosta niyəsə 3-cü saslavla çıxdılar. Qardaşım, City bu oyunda okey ucuzdur amma City hərdən bir də götürüb ucuzdur da, yəni ideal vəziyyətdə deyil. Yox, İkinci yerdə də deyil. birinci məğlubiyyət deyil. Birinci məğlubiyyəti Çempionlar Liqasında. Çempionlar Liqasında kimdə oynayıb qardaşım? Monaco ilə oynayıb. Heç Heç elədi. eləyib də, başa düşdün. Ali on prav. Qardaşım City'yə görə də rəqiblər deyil də onlar da qardaşım. Yəni pomniç. Yox, bir dənə güclü rəqib olmalı. Gələn gedəndə sopalıb uduzurdular onlar. Malaysia utdular, udmalıydılar bağışda da bə. Ha. Villarreal utdular, udmalıydılar. Monaco Amma demişdi Liverpool Villarreal-ı Napoli da. utdular. Qardaş udmalıdılar da rəqibləri udulası rəqiblərdir. Yaxşı, Amma Premier Liqdə də bağışla, qeyri-stabil. bağışla. Allah bax. O da var. Amma Premier Liqdə qeyri-stabillər. Qeyri-stabillər amma yenə də 4-lükdə 5-likdə gedirlər. Yox, bizi niyə prav çıxartdı deyə. Ya olsun da qoy xəstə uşaqdır. Biz də onu deyirdik də, Çempionlar Liqası normal gedir də. Yaxşı təlim alımı üçün. Amma belə deyək də 10 xal priqavor deyil ha. 8-yə düşmək hələm şansları İyice var. məncə, iyice. Özü axırıncı oyunda Galatasaray Gələn şeydə previewdə 8-liklərimizi deyək. deyərik. Uje 8-liklərin məncə vaxtıdır. Hə, qısacası da 6-cı turda qabaq, yəni öz fikirlərimizi deyə bilərik. Okey. O kimi City bizi biabır elədi bu. 8-lik deyəndə ki, 7 komanda deyər. Arsenal ordadır. Ha. Arsenal ucu rəsmən oldu. Mən hesablarımızı deyəm, mən dedim City qələbə 6-1. 4-0 məndə. 18-0. Mən 4-1 demişdim. Bayern 1. Yox, mən dedim ki, Donnarumma gol buraxmayacaq. Ha, sən dedin. Buraxdı. Buraxmadı. Donnarumma qapıda. Donnarumma qapıda da öyle idi, Yox, o deyəcəkdim. gol buraxmadı. Donnarumma qapıda deyil. Mənə təxminim gəldi. Deyəsə Mənə görə dəxli. mənə deyilə gəlir ki, plus minus 500, 1500 adam bizə baxırdı. Onlar arasında Grimaldo var və normal da bizə gülür. Почему da bir dakika qarşısın? Yəni ki, baxır qaqaş. Yaxşı. Grimaldo bir tərəfi Azərbaycanlıdır. Bizim dilimizi də başa düşürdü, hə? Grimdir da bura. Məncə Grim. keçək əsas top podkast. Top bloka keçək, hər kəs bunu gözləyir. Mən də açıq bunu gözləyirəm çünki danışmaq istəyirəm. Və budur sonuncu bizim əsas belə dediyimiz top blokumuz. Atletico Inter oyunu ilə başlayırıq.
Burada təxminləriniz Sənə nədir? güvəndiyim dağlar. Mən təxmin demişdim ki, Atletico Madrid Hə, tüpürüm o dağa ki, sən o Inter'dir də yəni adı. Atletico Madrid Mənə görə dağlı uduzmayacaq. biraz sıxınovic. Nə deyirdin? Atletico Madrid uduzmayacaq bu oyun. Hə, uduzmayacaq, uduzmadım. Bəli. Çünki mən yazsaydım Hesab nə dedin? yadımdadır. Hesab 2-1. Mözələnmə. Çox qeyri belə adekvatlı bir hesab edilir. Çox heç gözləmirdim. Amma ki 1-0. dedim ki 12 xal. Hesabı tapdı ki. Aa, tapdı hesabı. Olsun qardaşım, təbrik edirəm. 0-2 uzaq komanda 6-1-dir sən. Qeyri-adekvat bir. Sizin daha nə deyim? Amma ki PSG-dan sonra gözləyirdi ki, o buraxacaq. Atletico Madrid də yenə də öz stilində başlayan kimi təzyiq, qolun vurdu. Sonra Inter ikinci hissə başlayan kimi təzyiq, amma Atletico Madrid o nə qədər Yaşlı da Atletico təzyiqləri var. Hə, cındırları Limon var. üstündə. Axırıncı 90-da vurur ki, daha şotu bir bərabərləşdirə Qardaşım, o bilməsinlər. bir sədə harda Mən verirəm o Bir 2014-dən gəlir. 2014-cü ildə bir dənə oyun var. Ondan sonra Atletico 98 dəqiqə gol vurmaq lazımdır. Gol. Qardaşım, ilk öncə onu bildirim ki, öz adımdan Inter'dən Atletico mənim ağlımda. Orada 3-dən 4-ə keçmədi səndə. Onu Dördə sən verirsən də. İndi mənə görə Atletico ilə Inter həmişə yəni ağlımda eyni tipli komandalar kimi Bəli. gəlir. Çox güman ki, Simeone görədir. Çünki Simeone hər kəs gözləyir Interdə də, yəni. Çünki Interin də Gözləyirik hər kəs. legendası sayılır. Çıxsın Atletico-dan. Atletico olsun. Neçə çıxsın? Komandadır. Simeone ilə birlikdə başqa biabırçılıqdır da. Ona görə də mən Oturar Zarufatsız. Simeone olan trener kimi oturar. O da Simeone kim Ayrıca olur? yəni. Bir də Zomberdən əziyyət çəkən bir Inter fanatlardır. Bir də mənim fantezimdir. Çünki Gregorio mənim bir planım var. Bir planım var. Bu sırf mən yaxın dostlarım var, 2 nəfər, Elvin də nə var, onlar üçün edirəm. Fantasy'də milyon dənə qapı seçə bilərsən. Amma mən indi seçmirəm. Gregorio ilə Somberi. İkisi də fərqli günlərdə oynayır. Allah'a and olsun. 5 tur keçib ikisindən o bir şey 5 xal yığmamışam da. Bir oyunda bu batırır, bir oyunda o batırır. Yer Real'la oyunda De Gregorio durdu. Bir xal verirlər yəni. Zato что Məsələn, onu sevizlər, yəni 2 xal, 3 xal verirlər. Məsələn, o Brutke sən gələ fantasy nömrəsini vermə. Gol yetmiş ya. Amma ki Kivu görsün. Bizdə. Kivu göstərir ki, bu il, bu mövsüm. Kivo göstərir. Böyük bir məşqdir, orta məşqdir. Çünki böyük oyunlar heç birin udmadı. Heç birin. Milana da uduzdular bazar günü. Yeri gəlsə 20 zərbə vurdular ki, Ştanga bir dənə penal vura bilmədilər. Juventus oradan uduzdular. Bazar günü uzdular Milana, market günü uzdular Atletico. Belə. Sağ olun. Qara paket var. Sifariş edilləri qara paket. Boyda qara paketlər satılır. Vallahi dözə bilmədim, buradaydı o. Uşaqlar, mən Juventus, Napoli, gələn gedən çox Interdən kədərlədim Inter'in məlumatlarını. çox arzulayırdım ki, bu il Real Interlə düşsün. Çox arzulayırdım. Bu gic-gic arzular deyəsən. Qardaşım, Real'la Inter oynayıb da 3 dəfə 4 dəfə oynayıblar. Bəsdir də. Onlara azar gol vurub. O mənim əlimdə Ansu Fati onlara gol vurmaq. Elnor bəsdir, Elnor bəsdir. Onlar Ansu bizdən. Fati gol vurub onlara. Amma ki doğrudan Inter mən Azic vurub onlara gol. bundan sonra Inter Top 3 игроков, которые забили. Это Назар Яловский. Inter bundan sonra ən yaxşı halda Borussia Dortmunddan 1 xal götürəcək. Ən yaxşı halda. Ötən Inter başım. Kстати, Inter Juventus cavab qarşılaşmasında Miretin qoluna girin. Yəni bir də o qalı vurmuyor. Inter Liverpool-la oynayır ki, Inter mən orada qələbəsini Ay, sıxır. da Liverpool yadımdan çıxır. Liverpool lap Inter niyə də yoxdur qardaşım. Inter sonra Arsenal oynayır. Amma bütün Premier Liqa qəbul edir başım bırax. Borussia da səfərdə. Onu da başım bırax. Orada bir sənə bir 3 saat belə bir şey. Borussia orada Borussia məncə aparar. Məncə də. hara aparar. Liverpool'un nastroyensindən asılıdır. Liverpool bilsən nə? Real'la oynadığı kimi yoxsa City ilə oynadı. Ancaq Real'landı. Səfərdə Ya Eintrachtla belə oturdular. Davay bir 5 gol vuraq Eintrachtda bu gün. Dara 5 gol. O momentdə Elvin demişəm 5-1 sendromuydu. Ya Sindrom. Dünən də o sindrom ləğv olundu da Atalanta ilə. Sonra. Nəysə, Inter'a uğurlar. Liverpool amma qalmışdı o sırada. 1-4 gəlirdi. İcazənizlə öz adımdan, yəni Inter'a uğurlar, Atletico'ya heç bir uğur yəni arzu edir. Mən də arzulamıram. O gün olsun ki 36-cı yeri tutasınız. O normal. Sən nəsə arzu edirsən Inter'a? Yox. Sən də Arzu edirsən. Biz Atletico'ya işte arzu edirik. Atletico maksimallə Chelsea. Bəs nə deyirdi hesablarda uşaqlar? 2-1 demişdi. Mən 2-0 demişəm. Yaxınlaşmışam. Mən demişdim 2-1 Inter'in qələbəsi. Komandalar səhv saldı. Mən heç bir Atletico'da heç bir səhv sala bilmirəm, bir inan mənə. Baxmayaraq ki, Inter biraz oxşayır. Və növbəti oyun. Atletico Interə oxşayır. Növbəti oyun var Chelsea Barcelona. Qaqa. Yadımdaydı mən deyirdim, Arsenal Real'ın üstündən keçdi.
Chelsea Barcelona üstünə keçmədi ya. Keçdi. Mən demişdim şəpləsə. Asfalt qoydu, bir reysdə keçdi. Yamalı axtarırlar. Bir dənə qazdılar, bir də asfalt çəkdilər. Mən demişdim şəpləsə olacaq. Demişdim Barcelona mənfəət edəcəklər. Demişdim baxın deyəsən. 4-3 demişdim məncə hesab. Murat 3-1 demişdim. Hələ hörmət eləyib Ferran Torres hörmət eləmişəm konkret olaraq. Çünki yeganə Real qol şanslı, yəni Ferran Torres itirdi. Yəni o Məncə orada hamı yada salındı Ferran Torres'də kim var, kim yoxdur. İkinci dəqiqədə. Oyna. Özü gör ki bir ləqəbi var, Akula Ferran. Niyə görə Akula Shark Ferran. Çünki akullalar oyaqdılar, yatmayıb. bu da ayaq idi, prosta vurmadı. Bir dənə intervyu Mən yatmışdım. Kukurelya intervyusunu oxudum oyundan əvvəl. Kukurelya. Ya maraqlı. Adi Kukurelya. Fətdən maşınayıcılar və Oxumalısan da sən Kukurelya. baxırsan. Ya ada bax Kukurelya nə dedi? Nə deyə bilər Kukurelya? Kukurelya dediyini də elədi. Dedi mən fərqi Qı. yoxdur. Yamalın ayaqlarını qıracam bu oyun. Onsuz da dünya çempionatına sağlayacaq. O deyəsə demişdi də Estevao. Esteva 3 dənə şifti giymişdi ki, vururdu. Üçüncüdə deyir harda ağrıdı, başa düşürdüm ki, Sən yəni seriozla oturub Kukurelya həyatını həyatın yəni oyundan əvvəl intervyudur. Bir dənə punkt çıxır. Mən niyə baxmıram? Açığı Kukurelya'ya hörmətim sıfırdır. Mənfi İlk öncə 200-dür. Xetafedə oynayıb, hansı ki o bordalasını partlayan vaxtında. Məncə ilk nömrəsi Barcelonalıdır, ona görə. Mən neytral İlk yanaşıram. öncə Barcelona yetirməzdi. Sonra Xetafə də o adam yaxşı bir şey, bir də Brighton-da bilinir. Bir də Chelsea. Amma məsələ nədən ibarətdir? Qardaş, Barcelona var dosyasında. Xetafədə o bordalasının Xetafəsi var, adam sındıran Xetafə var. Qardaş, Avropa çempionatında Liverpoolda əlinə top dəydi, saymadılar, getdilər Almaniya keçdilər. Bu adamın bir dənə plusu vardı, Yamala bağladı, sağ olsun. Ona görə də 1.1%-lə mən onu hörmət etməyə başladım. Sonra Amma sabah Araujo da işte böyük Barcelona oyunlarda qırmızı almaq üzrə professional. kim ara soxmuşlar. Urugvaylı da bura, Urugvaylı qırmızı almalıdır da bura. O normal bir Yeni şeydir. oyuncusu vardı, hani Jigrova. O kimi soxmuşlar 40 milyon. Jigrova Ana, Juventus zadalmalı hər dəfə deyil. deyir. Mən nəyə görə deyirəm qardaş? Bu Araujo da öz vaxtında Juventus 60 milyon soxmaq lazım idi bura. Orada partladardı. Çünki onlar Sokka Linya o yuxarı xəttlə oynamırlar müdafiədə. Ona görə Araujo- Sən bilirsən də nəyə görə? Görürsən Araujo Birinci sarı nəyə görə aldı? Bilirsən? Daşlıqlara görə. Ha, nə danışırsan? Onu danışmayacaq da Spalletti məsələn Bax kapitandır da danışa bilər. Yox, başa düşürsüz. Yox, vazarət Biri eləyir. var hakim bəs, bir də var sənin ağzın. Orada bir sarı da brat var. Sən atom var adam. Atom var, yaxşı kişidir. Chelsea 7 gol vurdu bu arada, 4-ün saymalılar. 7 gol vurdu Allah. Özü doğrudan biz baxırdıq, orada az Chelsea azı keçlərdi. Gol. Nə qədər goldur. Bəlkə də 7 qışqırdılar. Şota baxıram 3-0-dır da. Normalda Inigo Martinez olmayanda, çünki Araujo deyəcəksiniz, Araujo yox idi, ona görə Araujo da qabağında şəpləyirdilər ilk öncə. İkinci məqamda qardaş, mən bunu Realda hər oyun gözləyirəm. Çünki Realın yaxşı tərəfləri və Barcelona pis tərəfləri üstə elə pis gəlir. Bunlara məsafə lazımdır, bunlar da xətti qaldırır. Qardaş, Jeplesil. Chelsea-dan danışırıq. Chelsea halal oldu ki, Realın puç olan arzularını yerinə yetirdi. Oradan da hal-hazır ki, Realın Zaşitada olan problemləri indiki sezonun ən yaxşı Barcelona Zaşitasının daha yaxşı. Hörmətlidir. 5 də müdafiəçimiz yoxdur, yenə də Barcelona müdafiəsi yaxşıdır. Qız demişdim, Inigo Martinez getdi, sonra baxdım. Yəni Barcelona Mən də o zarafatsız nəsə etmək istəyirsə, məncə yanvarda bir dənə müdafiəçi alsın. Bu yolu qaytarsın məsələn. Bir dənə də Marquez. yolu qoy. Marquez neydi? Orada Aliguer ələmdi. Bir dənə də Belletsin gətirin brat, finalda sizi qol vurmuşdu. O şey yadda saldıq. Bir dənə də paralel var Real'la Şestoy paraleli. Şestoy bəli. Real'la Barcelona arasında. Real'da necə ki yaradıcı oyun qurucu yoxdur yarım müdafiəçi. Bunlarda da bu Barcelona bu işi Pedri görür. Pedri yox idi. Pedri yoxdur. Barcelona Tək problem Pedri'də deyil. Tək problem Rafinha da Pedri'dir brat. Lewandowski yaşı keçib də, dəyişilməlidir. İndi qol vurmusan, çox sağ ol, Allah canını sağ eləsin. Bavariyada partladırdın, çox sağ ol. Bir Real azı keçir Lewandowski'nin qoluna niyə çox sağ ol, Allah canını sağ Okey, indi hörmət olaraq. Sən deyirsən elə yoxsa? Çünki Bavariyada oynayıb bura. Amma yox. Ya oynuyor canım qalami. Başında elə. Lewandowski-dən mən. Lewandowski. Zəhləm gedir. Luis Diaz. Ömür boyu zəhləm gedir Lewandowski. Qonsuzdur da Lewandowski. Qonsuzdur da, leykemiyadır. Çünki Benzemadan zəif olub o. Ömür boyu. Benzema da zəif olub. Benzema da zəif olub. Yox, Lewandowski Benzemadan zəif olub. Hansı planetdə baxırsan? İndi mən sənə faktla danışacağam. Futbolda brat yoxsa golfda? Golfda yoxsa
Golfda qardaşım yoxsa Lewandowski gol sayı Benzema. Ola bilər qol. Çempionlar Liqasında da çox. Ola bilər. İndi gəl. Çempionlar Liqası Yox, oynayır, bir dəqiqə heç sual ver. soruşma. Harda oynayıb? Chelsea Bavariyada və Bundesliqada harda ki bir dənə Bavariya var Üzümü və tutsa bazı keçdilər məhlədəki marketlər var. Chelsea Barcelona oyunu müzakirə Yaxşı, edir. indi yaxşı. Onu qoydum bir qədər. Deyirsən Benzema. Bu Lewandowski böyük oyunlarda oyun göstərə bilmir. Hansı bir oyunlarda? Nə vaxt baxsa Real gol vurur. Nə vaxt Real gol vurur? 35 yaşında sən oydu uca. Hələ gol vurur Pik Real. momentdə Bavariyada oynayanda o bir dənə Borussiyada Real gol vurmuşdu 4 dənə. Ondan sonra o Real gol vurmayıb. Necə vurmuş? Vurmayıb. Necə vurmuş? Ay bu avtogol olmuşdur. Mən gedeyim uşaqlar. Ha, get. Chelsea Barcelona'da Lewandowski ilə Benzema bütün böyük oyunlarda gol vurub. Qardaşım Benzema oyunçu kimi daha yaxşıdır Lewandowski. Və bir dənə Amma hücumçu kimi yox. Hücumçu kimi də yaxşıdır. Çünki Sırf Civatkanı götürürsən ladna da. Yo Civatka. Onun Lewandowski də qızıl topa var. Mən sayıram Lewandowski də var. Layiqdırlar faktdan danışım. Yaxşı, onu deyəcəyəm. Onda yaxşı, okey. Chelsea təbrik. Chelsea təbrik düşür. Barcelona da Allah köməyiniz olsun. Chelsea də halal olsun. Amma Chelsea təbrik oynadı. Burada baxaq görək. Barcelona uje Arsenal məncə oynadı. 8-liyi itirdi uje. Barcelona 7 xal azdır da, azdır. 3 qələbələr. Və son oyunu müzakirə edək. Gəl Fərman müzakirəsi. Buyur Fərman, buyur. Qardaş, Bavariya maşındır. Maşının üstündən də keçdilər də. Düzdür. Bavariya maşındır, prosta Arsenal da yarbaladı və yaxud da ki Schumacherdir. Necə istəyirsə elə də deyə bilərsən. Sürdülər Bavariya. Maşını da sürdülər də, yəni 5 mərtəbənin kruqundan birə açıqdılar. Hardasa bəlkəm qalmayıb. Bəlkəm şansları var idi 2-1-də. Amma ki Neuer'ın, bığlı Neuer'ın Allah canını sağ eləsin. Fərman, xətirvə dəyməsin. 28 yaşında. Şansı, mansı, heç nə yox. Bəlkə. İkinci time Bavariya hələ də razdivalkada qaldı. Yox, çıxdı. Çıxmadı. Çıxdı. Neuer çıxdı, qabağa çıxdı. Çıxdı da Neuer çıxdı. Neuer bığlı qıxda, qardaşımsan bığlı qıx. Özü Karlo oxşadırdı. Amma ki Luis Diaz'ın olmamaq böyük bir faktor. Çünki sağ müdafiəçi qabağa çox rahatçılıqla gəlirdi. Amma Arsenaldan bir xahiş olacaq. Balişiklarda deyim ki, Saka satsınlar da xahiş edirəm. Rodrigo da əvəz olar. Satsınlarsa. Xarakter olaraq Sakada problem var. Yəni bir dənə momentdən nəsə alınmasa sönür də bu adam da. Yəni prosta təbii ki, gəlib Rubinlikdən sonra bilirsən də bunu. Saka dərəcədə stabil oyunçudur, top səviyyədə. Amma təbii ki, onu alınmadı. yəni bu insan kapitanlıq verirlər də. Kapitanlıq deyildi onu. Declan Rice ondan yaxşıdır. Çünki qardaş getirməsindən 7-8 ildə oynayır, verməlidir. Declan Onlar da elə Rice ondan verir. yaxşıdır. Realda kimi verilmir. Neçə ildə oynasa o qədər də sayılır. Mən el yox. Düşün 100 şot. O da qarşı zədəlidir ona görə. Təzə qayıtdı. Amma yəni Saka kapitan deyil də, maksimum baş leytenant ola bilər. Amma ki Arsenal halaldır. Çox qəşəng oyun nümayiş etdi. Amma PSG bu Arsenal döyərdi məncə. Keçən ilki. Yox, indiki ildir. Yox, indiki PSG yox. Xaos yarada bilir Bavariya. Arsenal səliqəli oynayır. Mən o ləzzət edirəm. Səliqəli də deyir, xaos deyir də. Bavariya o xaos yarada bilmir. Bu da bax bir də PSG oyunlarda necə qollar vururlar. Xaos elədi də Neuer. O özü o elədi də. Bir də var ki, rəqib eləsin. Onu göndərmir qardaş. Mən ilk öncə okey, yəni hörmət əlaməti olaraq mən Arsenalın həqiqətən hörmətimi bildirmək istəyirəm və ümid edirəm ki, Çempionlar Liqasında sizə uğurlar arzu etmirəm. Çünki mən sizə sevdiyim komanda orada oynayır. Biraz məntiqsiz olardı, amma Premier Liqada 100%. Mən arzu edirəm çünki it's time da, it's time. Məncə onlar Çempionlar Liqasına təcrübəsi çatmayacaq məşqçinin olaraq. Məndə yoxdur bura. Keçən yarım final qədər çıxdı da. Demək olar ki, zəiflərlə görüşdü, Real idi, nə bilim. Sonra güclü PSG düşdü qabağına, onu da keçdi. PSG qarşı ən yaxşı oynayan bu arada Arteta idi. Kstati də. Keçən mövsüm. Yəni Suriya. Amma mən yəni oyunu ki, Mendeşə sürüyürdülər, Mendeşə. Amma ki yenə də Arsenal halaldır o boyda heyətlə. Çempionlar Liqasını udmağını mən belə bir sual vermək istəyirəm. Yanvarda kim almalıdır Arsenal? Heç kimi. Yox, məncə Rodrigo. Sol cəhə. Dirəki və bu. Yox, mən Rodrigo gördürəm, Realı gördürəm. Mən Rodrigo çox bəyənirəm. Prosta yəni Joker zədəlidir. Hücum lazım deyə. Hücum ehtiyacı yoxdur. Niyə məsələn? Məncə də lazımdır. Hücum kimdir troykalarda? Joker, Saka, Martinelli ilə Trossard. Hansı daha yaxşıdır? Heç gedirəm də. Joker, Saka qoysun bir yerə, yəni mən də şey eləmirəm. Joker, hansı ki Apornikdə xəttrik edir. Joker, Saka, Rodrigo bomba kimi hücum. Əslində düzdür. Joker yerinə də biraz belə. Amma ki normal Arsenal müdafiəsi, qapıçısı, belə deyək, və yarım müdafiə xətti çox gözəldir. Müdafiə superdir. Bax, şey də yəni Monolitlərə Gabriel yoxdur. Dünən yarım müdafiədə birbaş üstələdilər.
Bir başlayır, iki başlayır. Yarım müdafiədə. Plus o boyda Bavariya deyirik. Bavariyanın da zəif nöqtəsi var da. Bavariyanın Upamecano ən zəif yeri topla oynamaqdır. Onu pressinglədilər və məhv elədilər. Bir futbolçunun topla oynamağı niyə? Yox, ümumiyyətlə müdafiəçi olaraq Upamecano topla rəfti görmədim ikinci golda. Topu səhv. Hələ Real onu azad edir kimi istəyir. Standart epizodlarda zəifdirlər. Uğlavoylar, zərbə. Bəli, necəsə keçən iki Real Bu tərəfdən də Arsenal çox güclüdür. Və onu deyirəm. O Uğlavoylar. Amma Gabriel olsaydı məncə hesab daha da iri ola bilərdi. 3-cü, 4-cü sezonda kornerdə o 4 dənə yığışırlar, dalbadal. Hələ də tema tuta bilmirlər. Amma yenə də Bir dənə Donnarumma teması çıxır qabağa ki, bəlkə tuta bildim də. Arxadan qabağa qaçdılar Leski. Saxlaya bilmirlər şimdi onlara. Plus Anqut boyda müdafiəçi. Mənim təxminim o idi ki, Bavariya uduzmayacaq. Mən Smerşovada səni utdum, dedim Arsenal udacaq. Sonra mən Niçeyə qayıtdım. Dedim bir dənə də Niçe dedim. Bir dənə də oyunda Niçe deməmişdim. Amma Arsenalın qələbəsini istəyirdim. Yəni mən Nitoşda istəyirdim. Mən prosta dedim ki, udacaq. 1-0 utdu. Sağ olsun mənim şutam gətirdi. 2-0 oldu, 3-1 oldu. 3-1 oldu. 3-1 utdular da. Oy 3-1 utdular. 3-1 oldular mən. Amma ki maraqlı oyun idi. Bizim tək qapı. Bizim fikirlərimiz və təxminlərimiz. Üstəsi mən Bavariyadan daha çox Mən də gözləyirdim. çox gözləyirdim, amma görsələr ki, Karl yenə də hələm cavandı, Musialan yeri görsənir və Olise söndü. Olise və Luis Diaz 100%. Çünki Luis Diaz'dır. Bizim təxminlərimiz və fikirlərimiz bu qədər. Daha doğrusu icmalımız bu qədər. Növbəti dəfə sizlə 6-cı turdan əvvəl görüşəcəyik. Ona baxmayın, o preview baxmayın çünki yenə təxminlərimiz olacaq. Baxın, amma təsir edir. Və unutmayın ki, Juventus Pafosla oynayır, Real Sociedad'la oynayır və Ayda. City və digər maraqlı oyunlar olacaq. Ona görə də izləmədə qalın. Var arxasından Instagram və TikTok'da linki aşağıdadır. Abunə olun. Əsas odur ki, izləmədə qalın. Çox sağ olun. Sağ olun.